Salam dostlar, bugün sizlerle PUBG oynayırıq. Bakalım, biz indi PUBG'də belə çox uzun çəkməsin deyə eğlenceli girməyəcəm. Ancaq bu video 50 izlənmə gəlsə, eğlenceli çəkə bilərəm. Dostlar, daha çox mən arena eğitimi sevirəm. Çünki M4'də 4x taxıb rahat orada oynaya bilirəm. Dostlar, PUBG'ni mən çoxdan oynayıram, amma indi fikri gəldi, video çəkmək fikri. Axırıncı dəfə çəkmişdim, ancaq səsim mi düşməmişdi, yoxsa yaxşı mı olmamışdı, ona görə videonu atmamışdım. Dostlar, oyun əvvəldən başlayıb, o biraz xoş olmadı əslində, ancaq yəni, mənim üçün fərqi də yoxdur. Dostlar, oyunun səsini biraz azaldacağım, ancaq sıfır eləməyəcəm. Yaxşı oyuncular deyil. Ancaq bu oyun bilirəm ki çox mıqalı. Of, eşan 2K oynayıb, görürsünüz. Biraz yaxşı performans verməmiş ola bilərəm, ancaq inanın ki, yəni oynayacağım bu dəfə. Ancaq takım biraz pis olduğundan bu oyunu göstermek istemiyorum. Of, dostlar, çok yaxşı vurdu məni. Heç ağzım açıq qaldı. Heç ona qarşılıq verəməzdim. Headshot. Bu videonu izləsiz. Like atmağınız. Ayda 2 ise yemişti. Bu da öldü. Dostlar, videonun çalışmam sizin için eğlenceli olsun. Biraz yine de sıkıcı olabilirim. Ancaq dostlar, belə izləməsə çox çəkində də atılır. Yəni, gördüyünüz kimi çox yaxşı oynayır. Çox da yaxşı olmasa da yenə də məni vura bilirlər də. Və mənə PUBG videolar elə gəlir ki, acıdırıcı, ancaq bu da öldü. Ayda. Dostlar, eğer ki oynamağımı beğendiysem videoya like atmağı unutmayın. Abone istemiyorum çünkü her videoya like atmadan gelir. Abone necə gəlsin. Gəlir bey, yəni içimə gəlir bey. Dostlar, bəlkə mən də Kar 98 çəkim oynayayım. Bilmiyorum, Kar 98 daha pis deyil. Ancaq yəni oynamaq olar. M24'dən daha zevk olsa da ağaç çıktı. Yaxanmazsın. Yani bu kimdir? Bir biraz cüzat adımları görürsünüz. Dostlar, bakın onun çarəsində bir dənə oyun bitti. Dostlar, 11 kilim var, məncə yaxşı oldu. Yəni də ulduz oyuncu olmamışam, ancaq bu oyun məncə maraqlı keçdi. Ancaq indi bir oyun daha oynayacaq. Dostlar, məncə WoW-dan girsək daha yaxşı olar. Siz necə fikirləşirsiniz? Mən WoW girəcəm. Ki WoW-da bəzi çox maraqlı modlar var. Və dostlar, WoW-da bəzi görevləri eləmək üçün modlar da var. Məsələn, dostlar, 4v4 savaş oynaya bilərik. Həm çox populyar bir WoW modudur, həm də çox əyləncəlidir. Onun üçün oynaya bilərik bunu.
Məncə yaxşı olacaq. Dünən də video çəkdim, ancaq videoda səs olmadığından videonu açmadım. Bəzən başa düşmürəm, videonun səsi olmur. Dostlar, 46 seviyə falanam, ancaq yəni inanın ki, pis oynamıram da. Mən AMR-çiyəm özü, yəni AVM heç oynayamam. AVM də oynayalım, ancaq o AVM-dən adam. Bu da WoW-un köhnə bir modudur, lap köhnə. Ancaq yəni dostlar, bunlar baktı bu oyunu çeşirəm. Dostlar, və VS istəyirsinizə VS də ata bilərik yəni. Bunun çox da fərqi yoxdur. Və dostlar, gördüyünüz kimi təzə bir oyuna girdik. Sizə bir tövsiyəm var. Əgər ki, yaxın məsafə oynayırsınızsa, MG götürün və DBS götürün. Çünki MG həm yaxından, həm də uzaqdan yaxşı bir silahdır. DBS də birisidir, yəni söz olanmaz. S12K da var, ancaq S12K mən elə də sevmirəm. Nə qədər güclü olsa da DBS-in 2 dəfə dağbada vurmağından güclü deyil yəni. Belə baxanda düz deyil, ancaq mənim xoşum gəlmir məsəl. Maşınla gələcək. Bir də maşından sniperla vursam yaxşı olacaq. Sınadıq. Bundan eləməyə çalışırıq. Gördüm. Nasıl gördüyünüz kimi orada bir adam var. İşaretliyim. Burada da adam var. Hayda, başı görsəm belə, mən də sənə vurmağa çalışırım. Hayda, değmir çocuklar. Yes. Geçen hesiydi. Ben dedim basmağı. Ben DBS. Gittim. Masaşkırla gitmek istedim ancak 4 nəfər dedi, əzməyə gedirəm. Yes. Öldürmüş mü? Yani ben hiç əzəməyəcəm ancaq o mənim görmədi aslında. Ayda! Canı bir diye vektörün. Gel. Adam gel adam. Bu vektörü öldüreceksin de. Evet, buraya da var evin içinde. Onu da vursa çok yaxşı olar. Buranı dursaq gözləyim görüm vuracaq. Dostlar, məni öldürməyə gəlir deyəsən. Sakın arkadaşımı öldürdü. Hadi dostlar, indi gözləyəcək. 3 nömrə gələcək. Dostlar, 2 nömrə. AMR ilə vurdu deyəsən, öldürdü. Kim edisə o? Ölmədi o insan. Orada da var. Görək qapının dalında gizlənibsə adama deyək. Görəndə biraz pisləşmiş olabilir. Yəni. Ona çıxmağa icazə verməyəcəm. Özünü öldürdü. Dostlar, bu roundu belə tutduq. Dostlar, gördüyünüz kimi sizə dediyim əşyaları aldım. DBS və MG. Bu iki silah yəni götürsəz çox 3x alın. Vurmağa çalışıyorum. Ancaq bir qız coşku var məndə. Ona görə
Ayda bilməliydim bunu. 200 metr deyə çox uzaqdır. Mənə gəlib çağırsa daha yaxşı olur. Deyəsən o mənim çevirməyəcək hər gəldi. Yerin deyək bəlkə sniper'dan vurdular. Dostlar, əslində o iki dediyim çarlar var ha. Onlar daha çox o iki çar daha çox şeylər üçündür. Necə deyim? Yaxından sizə baskı gəlirsə, DBS-lə yaxındakın, MG ilə isə 20 metr, 30 metr uzaqdakı insanı vura bilirsiniz. Yəni rahat olur. Biraz da çətin deyil yəni. Ayda dostlarım bölgəyə düşdü. Bir dənə popülərliyi göndərək. Göndərəm mənim. Dostlarında onunla oyuncu olsaydı gedərdi. Dostlar 3-0 və yaxud da 3-2 olanda hansı takım 3 olsa o vaxt videonu bağlayacağım. Dostlar dostumu vurdular. Gördüyünüz kimi orada təhlükə dediyimdə düşməndi. Yəni orada cizlənib vurdu dostumu. Oradakı oyuncu profesyonel oxşamır çünki dikizləri asmayıb. Dikiz ayarları yoxdur onda. Dostumuz biraz işarə şeydi olur da öldü. Oysa o biri öldü. İndi də qaldı. İkisi də başqa yer arasında pis oldu. Dostlar indi bir DBS yox. Əslində DBS-lə gedə bilərəm. Onu da cürəsini dolduraq. Sonra da DBS-lə gedəcəm. Dostlar gördüyünüz kimi gedirik. Cürəsini doldurdum. İndi sniper falan çıxar deyə heç ehtiyatlı davranacaq. Böyle gidip ata əzək. Əzdim. Bitti. O mənim köyümdür. Gördüyünüz kimi dostlar bütün takımı təmizlədim. 3 oldu ancaq oyunu devam edir. Nəsə qəşəng getdi oyun. Gördüyünüz kimi. İndi yenə cürəsini doldurub gedəcəm. Dostlar getdi yenə. Bizdə də bir oyuncu AFK'dır. Yox, getməyəcəkdirsə niyə qaydırsınız? Gedirəm təmizləməyə. Yəni təmizləyə bilsəm. Dostlar bunlar çox pis boyatacaq. Ama şöyle ay da sağdan vurmasaydı vurmuştum ya. DBS'den öldürmüştüm. Ben yumruğasa yani bu oyunun sonunda pis olacak. Yumruğamadı. Gördünüz mü? O sonuncu karşılaşım ancak ben hemsi DBS oynamışım. Şimdi de DBS oynayacağım. Silahım. Öyle ağırlandılar. Taramaya başladılar. Aslında ben de o vaxt çıxıb onları tarasam maşındayken. Çok yaxşı olur. Maşında çıxıb onları tarayacağım bir qəşəng. Ağırları başlarına gələcək məndə. Bir dənə bunlar qəşəng bir dənə. Bunlar hava gedirlər. O oynamır qardaş. O ne yaparsan? Mesela oynamayan adam aparır. Bilmiyorum bu video biraz sıkıcı oldu. Ancak ya olabilir. Biz gözleyeceğiz ne olacak. Dostlar takımımdan bir adam oradaki Vector baydı. Beni S12 kaynadı diyorsun. Bayan adam idi. Dostlar eğer ki VS de istəyirsə VS'ye de gəlirəm. Atabilir yani. Problem değil. Hayda takım arkadaşım görünüyor. Orada ne o? Çok qəribədir. Öldü. Sen de öleceksin. Takım arkadaşımız da ölecek. İkisi de ölecek gittik. Gördüğünüz gibi dostlar yanıma düzenmeli adam atmış ki. Hamısı düzenmeli oynamır. Hiçbiri. MG42 ilə gözləyəcəm. Maşın gəlsə talayacam onu. Maşını. Bu dəqiqə heç çıxmayacam. Ondan gəlməyini gözləyirəm. Dostlar bir dəqiqə gözləyirəm. Heç səs sular da yoxdur bunlarda. Özlərin gəlməyini gözləyəcəmiz. Lazım deyil. Harada ilk gözümün nuru gəlir. Gəlsin onu bir dənə həyatdan saxlanır. Gəl. Maşın orada da çatıb.
İlişti mi? Şırımı niye sarmadı şöyle? Çok güzel. Bu gitti. Emcek akçında cügasını doldurmağa məncə dəyər. Emcek akçı bomba silahdı şu. Orada da bir adam var, anlamadım. Özləri gələcək, mən getməyəcəm. Mən onların gelməyəcəm. Bombanı çəkər ama ancaq bombam da yox deyil. Bombanı çəkib maşını gələndə bomba atmaq istəyir. Dostlar, maşın gəldi. Öldü. Çaşdım ki. Birinde adam var. Bir de bunu kaldırmalıyım aslında. Kaldırmayacağım bunu. Haydi cüzdanı dolduramadım. Bunu kaldıracağım. Dostlar, burada biraz taramağa çalıştım ve oyunu da uttuk. Çok güzeldi. Dostlar, videomuz buraya kadar idi. Sağ olun. Bence eğlenceli bir video çıkarttım. Ancak yine de elimden geleni elədim. Dostlar, sağ olun.